Axşamınız Roberto Bordin, главный тренер футбольного шериф. Сначала вы все выскажете, то Birinci Kezmin baş məşqçisi Roberto Bordin hal-hazırda oyun haqqında şərhini verəcək, sonra isə suallarınızı verəcəksiniz. Buonasera, è stata una partita tiratissima, molto dura, difficile. Il tempo che abbiamo fatto molto bene, abbiamo sofferto di tanto, fatto i secondi dove abbiamo subito un batti sotto porta. Çox çətin olduğunu deməliyəm və birinci hissədə yaxşı oynadı, ancaq ikinci hissədə bizim üçün daha çətin oldu. Çünki öz baxımızda daha çox qalma oldu. Poi come dicevo ieri, ovviamente il giocatore di campo ha prevalso un po' sulla partita perché spinto i difensori hanno fatto un po' maldicenti, quindi hanno messo tra attaccanti freschi, nuovi, abbiamo rischiato un po' di situazione da fermo su calci piazzati non tanto su azione, però direi che siamo stati una ragazza ha fatto una grande gara di sacrificio e con qualche impartenza magari potevamo fare meglio, però sono soddisfatto. Mən dünən də demişdim ki, çox çətin olmalıdır, çünki çox gözəl oyuncular var və azarkeşlərin də təzyiqi nəticəsində stadionun quruluşu da həm də azarkeşlərin təzyiqi nəticəsində daha rahat bir şəkildə qurulmuşdur və azarkeşlərin təzyiqi nəticəsində onun daha çətin oldu bizim üçün. Ancaq biz bundan daha yaxşısını oynaya bilərik. Sağlar. Biz hamımız gördük ki, şehrin zamanında oyuncular Qarabağın Vedal oyunun tribünləri belə deyək, tərəf oyunun qovzunu. Bu oyunla şehrin hansı nəticəyə ümid edir? Nəticəyə ümid edir? Allora, Sheriff ha messo il modo di giocare, dato il modo di giocare di Carabao. Secondo voi, con questo modo di giocare, cosa volete? Che risultato? Oggi dobbiamo cercare di coprire le fasce, dobbiamo motivare nel palleggio, quindi siamo molto tecnici, quindi non potevamo attaccare e pressare troppo alto e diventare difficile. Se siamo accorti nella fase finale della partita, quindi abbiamo aspettato abbiamo con attaccato, abbiamo avuto una possibilità anche nel secondo tempo che c'è con il 4 cross poteva un po' indeciso per andare bene. Era normale che non potevamo diventare troppo scoperti perché giocavamo fuori casa e contro una grande squadra, però siamo scoperti molto bene. Ovviamente abbiamo cercato di attaccare e non siamo riusciti a segnare. Mən də demişdim ki, Qarabağ topla çox yaxşı oynadı. Ona görə biz əsasən cinahları bağlamışdıq və buna görə də cinahları bağlamışdıq və Qarabağın hücumlarını çətinləşdirirdik. Və bizim əsas məqsədimiz hər halda evdən kənarda oynadığımıza görə, səfər göndərdiyimizə görə əsas məqsədimiz ondan ibarətdir ki, kontratakla hücumlara keçək və birinci hissədə buna nail olduq, bəzi yadda qalan hücumlarımız oldu. Bizim məqsədimiz o çünki biz səfərdə olduq, bundan başqa da edə bilməzdik. Bir kontrataka yanılmıyorduk, sen de diyelim. Ancak biliyorum bu Karabağ'ın aslında bir tarafa bile görmedi. Lei ha detto che aveva giocato non abbiamo visto nessun tiro alla porta. Gli avvistoni yaxshi Sicuramente qualche cross, qualche errore titolare è arrivato, la situazione pericolosa che con noi c'è stata. Ovviamente hanno alla fine rischiato, lasciando sempre due difensori dietro, attaccavano sulle fasce, è normale che devono coprire. Quando mi copro poi l'unica soluzione è contropiede. Sizlər bu oyuna yaxşı baxmamışsınız və sizin üçün də çətin anlar yaşandı, qapımızdan da çətin anlar yaşandı və biz təbii ki, ikinci hissədə hücum edə bilməzdik, çünki kənarlardan hücumlar atmışdı və biz məcbur olduq bağlanmağa və buna görə də bizim oyun belə oynamalıydı. Şərhində qeyd elədik ki, o ayaqdakılarında ki, İslam səhvimizdə göstərir.
hansı komponentlərin arası qalır? Sono sui crolli, le porte grosse sono parecchie volte sulle specialmente sul fondo, che ho passato 2 o 3 volte da sinistra e una volta sbagliata da destra, è stato ben preciso sui cross, quindi non ai compagni, per vari motivi, quindi potevano andare bene, qualche contropiede abbiamo fatto, sui cross più precisi. Mən onu deyərkən əsasən bizim kontrataklarımız nəzərdə çünki biz hücum eləyən zaman 2 dəfə sol cinahdan, 1 dəfə sağ cinahdan hücum eləyən zaman bizim hücumcumuz tək qalmışdı və ona kömək yox idi. Daha yaxşı ola bilərdi ki, ona kömək eləsəydi, onun da səbəbləri var. Mən özüm bu səbəbləri bilirəm, amma o səbəblər var. Daha yaxşı ola bilərdi əgər ki, kömək eləsəydi. Başqa sual var? Спасибо похуду за гостеприимство, было очень приятно. Надеемся, когда-нибудь вернемся. Hamısına təşəkkür edirəm, Bakıya təşəkkür edirəm. Fuad Xəbərçiyə çox sağ olun. Təşəkkür. Хороший город, прекрасный, водички. Çox gözəl şəhərdir və çox gözəl azərkeşlərimiz var. Спасибо.